Hər kəsə salam. Kanalımıza xoş gəldiniz. Bugün sizinlə yeni il hazırlıqlarımızı paylaşacağıq. Bazarlığa çıxdıq, Temudan sifarişlərimizi açdıq və evimizi yeni il havasına uyğun bəzədik. Video maraqlı olacaq, axıra qədər bizimlə qalın. Yeni il üçün əsas olan yolkadır və biz yolkamızı Maşdağada AVM Ticarət Mərkəzinin altında yerləşən Velotrek mağazasından aldıq. Oradan həm də müxtəlif bəzəklər, zərlər və işıqlar seçdik. Qiymətdən münasib idi və seçimdə xoşumuza gəldi. Gördüyünüz kimi burada oradan aldığımız zərləri pərdələrin üzərinə yerləşdiririk. Yeni il mənim üçün sadəcə bayram deyil, yeni bir başlanğıcdır. İnsan bu günlərdə keçənə baxır, nələr etdiyini düşünür və qarşıdakı ildən ümidlə nələrsə gözlədiyini xəyal edir. Bu il bizim üçün çox xüsusi ildir, çünki yeni ev, yeni xatirələr və birlikdə bu evdə ilk yeni il bayramımız. Ona görə də hər detalı sevə-sevə öz əlimizlə bəzəmək istədik. Heç bir xərcdən qaçmadı. Yeni il həm də ailə deməkdir, birlikdə olmaq deməkdir. Bu cür xırda hazırlıqlar belə insanı daha da yaxınlaşdırır, çox xoşbəxt edir. İzah edilə bilməyəcək hisslər keçirir insan. İnsanın üzü gülür, qəlbində, içində kəpənəklər uçuşur. Xırda dekorlar, aksesuarlar və maraqlı bəzəklərin çoxunu isə Temudan sifariş etmişdik. İndi isə keçək ən maraqlı hissəyə, qutu açılışına. Budur Temudan gələn sifarişlərimiz. İndi birlikdə açırıq və baxaq görək gözlədiyimiz kimi çıxıb yoxsa yox. Bu yolkanın altına qoymaq üçün olan parçadır. Gördüyünüz kimi üstündə Şaxta babanın, Qaradamın təsviri var. Çox şirindir deyə düşünürəm. Bu Şaxta babadır. Yeni il dekoru üçün məncə əla seçimdir. Çox da şirindir. Qiymətinə görə keyfiyyəti də yaxşıdır deyə düşünürəm. Yoldaşımın əlində olan isə yeni il bəzəyidir. Biz bunu kitab rəfimiz üçün, gördüyünüz kimi arxa fonda kitab rəfi var. Ona asmaq üçün düşünmüşdük, amma fərqli bir yerə asdıq. Evdə harda istifadə edəcəyimizi birazdan göstərəcəyik. Burada açmağa çalışıram. Və budur, açdım. Burada gülməyimizin səbəbi odur ki, mən bunu daha uzun təsəvvür edirdim, lakin qısa çıxdı. Bu stikerlərdir. Biz bunu mətbəxin pəncərəsində və iş otağımızın pəncərəsində istifadə edəcəyik. Yoldaşımın əlindəki zərlər isə xüsusi işıqlarla bəzədilməli olmalı idi. Lakin işıqları ayrıca göndərmişdilər. Yəni yoldaşımın sifətindən də, yəqin ki, üzündən də təəccüb içində olduğumu görə bilərsiniz. Mən də burada təəccüb içindəyəm. Səbəb isə əvvəlcə ön yarğılı davrandım. Elə bildim ki, yalnız bir vərəq stiker göndəriblər. Lakin qutunu açdıqdan sonra isə gördüm ki, 3 vərəq stiker var idi. Burada yolka işıqları var. Bu işıqları mən özüm seçmişdim. Çox bəyənərək, çox sevərək. İşıqların, lampaların içində müxtəlif yeni il aksesuarları var idi. Məsələn, Şaxta baba, Qaradamı və yaxud da müxtəlif heyvan təsvirləri. Baxın, göstərirəm. Burada çox gözəldir həqiqətən də. Bunun nə olduğunu bilmədik həmin an. Düşündük ki, bunu səhv göndəriblər. Belə bir şey sifariş etməmişik. Nə olduğunu hətta anlamadıq və bir kənara qoyduq ki, qənimətdir. Lakin biraz sonra görəcəyik ki, əslində bizim sifarişimizin bir parçasıymış. Bu isə qutulardır. Yeni il hədiyyə qutularıdır. Biz bunları düzəldəcəyik. Düzəltdiyim hissəsini çəkməyi unutmuşam. Amma hazır versiyasını yolkanın altında görəcəksiniz birazdan. 3 qutudur. Mənim əlimdə olan isə Şaxta baba şarıdır. Düşündüm ki, yəqin mən səhv sifariş vermişəm. Elə bilmişəm ki, bu stikerdir. Amma şar imiş sən demə. Lakin daha sonradan müəyyən oldu ki, elə biz düzgün sifariş vermişik. Başqa bir yeni il aksesuarımızın bir parçasıymış bu. Və buradan nə qədər də mənim xoşuma gəlməsə də, mənə qəribə görünsə də, aksesuarın bir parçası olanda yaxşı görünürdü. Burada yenə bir qutu açacağım və həmin qutudan da Şaxta baba çıxacaq. Burada baxıram ki, görəsən bu hansı sifarişimizdir. Çünki o qədər gec gəldi ki, Temu sifarişlərimiz. Artıq nə sifariş etdiyimi unutmuşdum demək olar ki. Burada yenə də həmin yolka işıqlarından çıxdı. 2 dənə sifariş etmişdik. Bu gördüyünüz kimi yeni il qutularımızdır. Burada yenə Şaxta baba oyuncağı çıxır. Bunu da yolkanın altına qoyacağıq. Bu
digərlərinə nisbətən daha hündür idi, daha böyük idi. Burada isə artıq yeni il yolkamızı bəzəmək üçün olan oyuncaqlarımız çıxdı. Belə bir qutu çıxdı. Görəsən bunun içində nə var? Çox maraqlı idi bizim üçün. Bunun içindən düzdür, bu yeni ilə aid bir seçim deyildi. Sadəcə mən gördüm və bəyəndim. Bir dəfəlik onu da sifariş eləmək istədim. Notlar şəklində olan şamdanlar idi. Bunu iş otağına divara vurmağı fikirləşirdim. Divara vurduqda burada isə yeni il mövzulu ayaqaltı sifarişimizi görürsüz. Çox şirindir həqiqətən də. İnsan üstünə ayaq basmaq belə istəmir. Burada yeni il corablarımız var. 4 ədəd idi. Bu balışdı. Biz düşündük ki, əslində bu balış üzündən, yəni yastıq üzündən 2 ədəd sifariş vermişik. Lakin 1 ədəd çıxdı və yoldaşım baxdı sifarişlərə, gördü ki, həqiqətən də biz 1 ədəd sifariş vermişik. Yəni necəsə yanlışlıq olub, 2 ədəd yox, 1 ədəd sifariş vermişik. Burada növbəti stikeri tapıram. Görəsən hara yapışdıracağıq deyə düşünürəm. Əlimdə qapıya asmaq üçün olan yeni il aksesuarıdır. Söyləyirəm ki, onu biz evin çöl qapısına yapışdırmayaq, vurmayaq. Qonaq otağına keçən qapıya vuraq. Çünki gözümüzün qabağında olsun hər biri. Yəni görək, könlümüz açılsın. Yəni çölü qapıya vursaq ancaq bizə gələnlər onu görəcəklər. Biz özümüz hər zaman görə bilməyəcəyik. Həm də ki çöldə qalacaq, külək vuracaq ona, yəni çirklənəcək. Ondan sonra içəridə olmağı daha məqsədə uyğundur deyə fikirləşdim. Burada sifariş etdiyimiz və bizə gələn deyə müqayisə eləyirik. Fərqlərinə baxırıq. Yəni o cür düşünməmişdik. Ona görə də onlayn sifariş edərkən mütləq bütün məlumatları dəqiqliklə oxumalısınız. Hətta rəylərə də baxmalısınız. Rəylərdə kim nə yazıb. Yəni rəylərə baxdığınızda belə məhsul haqqında yeni nəsə öyrənmiş olursunuz. Burada isə yolkamızın üzərini Temudan sifariş etdiyimiz oyuncaqlarımızla bəzəyirik. Ulduz formasında olan işıqları bəzəmişdik. Onu Bakıdan almışdıq. Lakin qızılı rəngli oyuncaqlarımızı isə Temudan sifariş etmişdik. Məhz bu rəng seçməyimin səbəbi odur ki, otaqda bir çox əşyalarımız da bu tonlardaydı və hamısı bir-birinə uyğunlaşsın istədik. Bəli, bəlkə də bu köhnə dəbdir. Yəni indi daha gözəlləri, daha fərqli üslublar var. Amma zövqlər müxtəlifdir. Bu evdə ilk yeni ilimdir və mən yolkamızı daha çox ənənəvi, biraz da köhnə stilə yaxın bəzəmək istədim. Uşaqlıqda gördüyümüz o klassik yeni il ab-havasını yaratmaq istədim və düşünürəm ki, alındı. Gördüyünüz kimi yolkamızı qurmağa davam edirik. Bu arada Temu sifarişlərimiz haqqında olan təəssüratlarımızı, rəylərimizi bölüşmək istəyirəm. Temudan etdiyimiz sifarişlərə ümumilikdə təxminən 230 manat xərcimiz çıxdı. Düzünü desəm, biraz çox oldu. Bəlkə də bu məhsulları elə ölkə daxilində, məsələn, Sədərəydən alsaydıq, daha münasib qiymətə başa gələrdi. Çünki onlayn sifariş edəndə məhsulu görmədən alırsan və bəzi şeylər tam düşündüyümüz kimi çıxmır. Yəni videoda da gördüyünüz kimi bir neçə məhsul düşündüyümüz kimi çıxmadı. Düzdür, sevindirici halda ki, heç biri zədələnmiş gəlməmişdi. Hamısı salamat idi. Keyfiyyət baxımından da pis deyildi. Amma yenə də düşünürəm ki, bu alışda endirimlərdən elə də yaxşı yararlana bilmədik. Ona görə də qiymətlər biraz yüksək alındı. Bir də sifarişimizin gəlməsi çox gec oldu. Noyabrın axırlarında sifariş vermişdik, amma bizə yalnız dekabrın 20-si falan bu ərəfələrdə çatdı. Yeni ilə az qalmış gəldi deyə biraz tələsik oldu hazırlıqlarımızda. Ümumilikdə isə deyə bilərəm ki, bu bazarlığı daha az məbləğədə başa gətirmək olardı. Bu da bizim üçün bir təcrübə oldu və gələn dəfə daha planlı edəcəyik artıq. Artıq yolkamız tam hazırdır. Pərdələrimizin üzərindəki zərlər hazırdır. Daha sonra Temudan sifariş etdiyimiz zəri də
oradakı şkafın üzərinə vuracağıq və qonaq otağının bəzədilməsini tamamlayacağıq. Bu isə bizim iş otağımızdır. Günün çox hissəsini burada keçirdiyimiz üçün buranı da gözəl bəzəməyə qərar verdik ki, hər gün baxanda yeni il əhval-ruhiyyəsi hiss olunsun. Burada Temudan sifariş etdiyimiz aksesuarları kitab rəfinə yerləşdiririk. Görək hansı daha çox yaraşır və sonda qərara alırıq ki, elə lampalar daha gözəl yaraşır. Bu bayaq göstərdiyim içində şaxta baba, qar adamı olan lampalardır. Birini yolkamızın üzərinə qoyduq, birini isə bura kitab şkafına yerləşdirdik. Və artıq o lampaları ora yerləşdirdiyimiz üçün orada başqa şamlar da var idi, şam aksesuarları. Onlar da işıqlı aksesuarlardır. Onları şkafın yuxarısına qoydum. Bu arada yeni il şamlarını Nərimanovda Hoqqa mağazasından almışdım. Çox ucuz idi. Biri 1 manat neçə qəpiyə idi və çox zövqlü və evə istilik qatan modelləri idi. Burada isə həmin şamdanları, notlar şəklində olan şamdanları artıq divara vurmuşuq və üzərinə mən elə bilirdim ki, şamları da özləri göndərəcəklər, lakin şamsız gəlmişdi. Evdə olan şamları ora yerləşdirdik ki, görəsən süni şamlardan söhbət gedir, hansı daha yaxşı alınacaq və qərara gəldik ki, bu dairə formasında olanlar qalsın. Burada müəyyən bir simmetriya səhvi olduğu üçün yenidən onları düzəltməyə çalışırıq. Özümüz belə aşağıdan yuxarıya doğru istiqamətlənmiş formada notları yerləşdirmişik ki, belə daha estetik görünür. Burada isə bayaq kitab şkafına vurduğumuz aksesuarı indi pəncərəyə vurmağa qərar almışıq. Çünki pəncərəyə daha çox yaraşır. Və fikir verin, gördüyünüz kimi pəncərəyə də yeni il ab-havasına stikerlər yapışdırmışıq. Şamlar, zəng, zınqrov, hədiyyə və ev. Düzdür, buradan işıq düşür, tam görünmür ev. Amma o evdir və eyni stikerdən birini də mətbəxin pəncərəsinə yapışdırmışıq. Bu aksesuar həqiqətən də çox şirindir. Düyməsi var, onu yandırırsan və özü dırmaşmağa başlayır. Bu da qonaq otağımızın son halı. Qonaq otağımızı sadə amma gözəl bəzəmişik. Ənənəvi üslubda bəzəmişik. Bu bizim yeni il yolkamızda tam hazırdır. Oyuncaqlarımızdır. Bu isə iş otağımızın son halıdır. İşıqları da yandırmışam, şamları da yandırmışam. Tam olaraq necə bir görüntü olduğunu sizə göstərmək istədim. Evimizi birlikdə yeni ilə hazırladıq və ortaya çox xoş bir görüntü çıxdı. Əgər video xoşunuza gəldisə, bəyənməyi, paylaşmağı və kanalımıza abunə olmağı unutmayın. Şərhlərdə yazın, siz yeni il üçün evinizi necə bəzəyirsiniz? Növbəti videolarda görüşənədək yeni iliniz mübarək.